Salam hər kəsə. İndi mən 5-ci sinifdən 1 və 10-cu dərslər arasında sual-cavab videosunun ikinci hissəsini paylaşıram. Buna qədər 1-dən 25-ci sualları cavablandırmışdım. 25-dən 50-yə qədər isə sizə tapşırmışdım ki, cavabları özünüz tapın. İndi 26-cı sualdan cavabların izahını mən deyəcəm. Siz də yoxlayın görün. Düzgün tapmısınız cavabları. Atropatena və Albaniya haqqında bildiklərinizi yazın. Bu haqda biz yaza bilərik ki, başlanğıcdan. Elə ilk olaraq 24-cü sual bunun cavabının başlığını təşkil edir. Makedoniya İskəndərin imperiyası dağıldıqdan sonra Azərbaycanda Atropatena və Albaniya dövləti yaranmışdır. Əsas paytaxtları, ümumi hamısını deyəndə burada bir neçə sualın cavabı çıxır. Atropatena dövlətinin paytaxtı Qazaka olmuşdur. Albaniyanın paytaxtı Qəbələ şəhəri idi. Bunlar haqqında bir çox alimlər, qədim dövrün alimləri məlumat vermişdir. Strabon, Plutarx, Ptolomey. İkisi də güclü Azərbaycan dövləti olmuşdur. Azərbaycanın şimal hissəsində mən sizə demişəm, Azərbaycanın şimalı haradır, cənubu haradır. Azərbaycanın şimalında Albaniya dövləti, hal-hazırda bizim yaşadığımız ərazilərdə və Cənubi Azərbaycan, indi hal-hazırda Təbriz, Ərdəbil, Urmiya, Marağa şəhərlərimiz olan hissədə isə qədim Azərbaycan dövləti olan Atropatena yaranmışdır. Və elə Azərbaycan adının yaranması da bu Atropatena adı ilə bağlıdır. 27-ci sualın cavabını dedim, yenə deyirəm. Qəbələ şəhəri. Atropatenanın paytaxtı Qazaka. Arada bir belə olur. Qazaka şəhəri. Albaniyanın paytaxtı Qəbələ. Ən uzun ömürlü dövlətimiz hansı idi? Biz bu sual çox mənalı sualdır. Yəni bunun iki cavabı var. Bir ən uzun ömürlü dövlətimiz, bir də ən uzun ömürlü feodal dövlətimiz. Ən uzun ömürlü dövlətimiz bizim eramızdan əvvəl 4-cü əsrdən 705-ci ilə qədər mövcud olan Albaniya dövlətidir. Daha sonra isə ən uzun ömürlü feodal dövlətimiz isə bizim. Onu siz araşdırın. Ya da mən deyim. Ən uzun ömürlü feodal dövlətimiz Şirvanşahlar dövləti olmuşdur. 861-ci ildə yaranır Heysam bin Xalid tərəfindən. 1538-ci ildə də ən güclü imperiyamız Səfəvilər dövlətindən sonra Səfəvilər dövləti Şirvanşahların varlığına son qoyur. Albaniyanın varlığına kimlər son qoyublar? İlin bayaq dedim. 705-ci ildə ərəblər. Əsarətlə barışmayan qəhrəman. Bu sualımızda artıq biz xürrəmlər mövzusundan danışırıq. Ərəblər çünki özbaşınalıqlar edirdilər. Onlar vergiləri artırırdılar. Vergi verə bilməyənləri qula çevirirdilər. Və bununla da bağlı çox saylı üsyanlar olmuşdur. Bu üsyanlardan Azərbaycanda da biri Xürrəmlər hərəkatı idi. Bu ərəb zülmünə qarşı çıxanları adlandırırdılar Xürrəmlər. Və Xürrəmlərin başçısı olan, daha sonra 816-cı ildə Xürrəmlərə başçı seçilən Babəkisi əsarətlə barışmayan qəhrəman adlanır. Yəni ona axırda şərt deyirlər ki, sən bizə tabe ol, biz səni öldürməyək. O ölməkdən qorxmur, onların şərtini qəbul etmir. Yəni deyir, mən əsarət altında yaşaya bilmərəm, ondansa məni öldürün. Ona görə də bu qəhrəmanımız Babəkdir. Babək nə istəyirdi? Babək istəyirdi ki, onun əhalisi, yəni onun xalqı daha firavan yaşasın, ərəblərə vergi verməsin, onların övladları qula çevrilməsin. Yəni xalq əsarətdə yaşamasın. Xalqımız müstəqil olsun. Bəz döyüşü nə vaxt olmuşdur? Bəz döyüşü 837-ci ildə və çox böyük bir dövlət olmuşdu. Ərəb dövləti böyük bir əraziləri əhatə edirdi. 4 qitədə onun ordusu var idi. Və təsəvvür eləyin. Bu qədər ordunun qarşısında duranlar isə Xürrəmlər. Xürrəmlərin başçısı Babək, yəni Azərbaycan xalqı olmuşdur ki, bizim xalqımız o dövrdən necə döyüşkən olduğunu, mübarizəkar olduğunu göstərmişdir. Babəkə qarşı çıxan ərəb komandanı kim olmuşdur? Və ərəblər görürlər ki, ərəblərin başçısı ona xəlifə deyilir.
Bu ərəb dövlətinin başçısı görür ki, Babəkə qarşı heç bir ərəb komandanı gücsüz ola bilmir. Yəni qalib gələ bilmir. Hamısı gedir Babək məğlubiyyətə uğradır. Son olaraq deyir ki, elə bunu Babək də türkdür. Elə türklər qalib gəlir ancaq Babəkə. Və türk bir başçı Afşini seçirlər ərəb ordusunun komandanlığına. Bundan sonra artıq Afşin də Babəkin yaxın silahdaşlarını hiylə yolu ilə, pulla alladır. Onlara deyir ki, sizə geniş torpaqlar verəcəm. Bu yolla Babəkin ətrafını zəiflədir və son olaraq da Babək məğlub olur, əsir götürülür. Azərbaycanı birləşdirən deyəndə nə başa düşürsünüz? 36-cı suala baxırıq. Yəni belə deyək də, Azərbaycan ərazisini vahid halda birləşdirmə, torpaqlarımız vahid halda. İndi Azərbaycan ərazisi tam mərkəzdən idarə olunur. Bütün indi rayonlarımız, şəhərlərimiz birbaşa hakimiyyətə tabedir. O dövrlərdə isə, qədim dövrlərdə Azərbaycanın şimalında bir dövlət, cənubunda bir dövlət yaranmışdı. Və Azərbaycanı vahid halda birləşdirən adam isə, yəni birləşdirən deyəndə nə başa düşürsünüz sualını cavablandırdıq. İlk dəfə kim birləşdirmişdir deyəndə isə buna biz deyirik Yusif ibn Əbu Sac. Yusif ibn Əbu Sac. Elə bu Sac sözü onu göstərir ki, o Sacilər dövləti idi. Yəni Sacilər dövlətinin başçısı Yusif Azərbaycanı ilk dəfə vahid halda birləşdirmişdir. Yusif Azərbaycanı birləşdirmək üçün nə etdi? O güclü ordu yaratdı, digər dövlətlərin ərazisinə yürüşlər etdi, Şirvanşahlar dövlətini öz tərkibinə birləşdirdi. Bunlar haqqında danışırıq biz və Yusif özü ərəblərə qarşı mübarizə aparmışdı. Dəfələrlə o da ərəbləri məğlub etmişdi. Sacilər dövlətinin ərazisi Azərbaycanı birləşdirdikdən sonra Şimali Azərbaycan və Cənubi Azərbaycan daxil olmaqla biz Sacilər dövlətinin ərazisini deyirik. Yusifi xəlifə niyə edam etmədi? Çünki xəlifəyə qarşı, yəni ərəb xilafətinə qarşı güclü üsyanlar olurdu. Artıq xilafət zəifləmişdi və fikirləşirdi ki, Yusifin də xalq arasında böyük nüfuzu var. O Yusifi öldürsə, üsyanlar daha da güclənəcək və xəlifə də öz yerindən olacaq. Onu da xəlifəlikdən devirəcəklər. Ərəb dövləti parçalanacaq, dağılacaq. Buna görə o Yusifi edam etdirmir ki, həmin ərazilərdə heç olmasa bir hakim olsun. Başqa bir bunu bacarmayacaq. Sacilər dövləti niyə süqut etdi? O dövr ümumiyyətcə Azərbaycan tarixində feodal parakəndəlik dövrü deyilir. Çünki bir dövlət dağılır, yerinə başqa bir dövlətimiz yaranır. Dövlətlərimizi mən sayım. Şirvanşahlar, Sacilər, Səlarilər, Şəddadilər və Ravvadilər dövlətləri mövcud olmuşdur. Sacilər dövlətinin də varlığına elə Səlarilər dövləti son qoyur. Sacilər nə vaxt yarandı? 898-də. Bəs nə vaxt süqut elədi? 941-ci ildə. Kim tərəfindən? Səlarilər dövləti tərəfindən. Oğuzların neçə boyu var? Oğuzların 24 boyu var. Səlcuqlar hansı Oğuz boyundan idilər? Səlcuqlar Qınıq boyundan olmuşdular. Və Oğuzların başqa bir məşhur boyu da dərsimizlə əlaqəli deyil, amma bilməyiniz üçün deyim. Qayı boyu olmuşdur ki, bu qayı boyu da dünyaya bir zaman hökm etmiş Osmanlılar dövlətini qurmuşdular. Səlcuq dövlətini nə vaxt kim qurdu? 44-cü suala baxırıq. 1038-ci ildə paytaxtı Nişapur olan Səlcuq dövləti quruldu. Bu Səlcuq dövlətini quran adam isə Toğrul. Dövləti qurduqdan sonra isə özünü birinci Toğrul, yəni Sultan Toğrul adlandırmışdır. Sultan ləqəbi verilmişdir. Titulu verilmişdir. Sultan Toğrul. Atabəy Şəmsəddin Eldəniz haqqında yazın. Atabəy Şəmsəddin Eldəniz haqqında da danışmaq olar. O birinci çox çəlimsiz, zəif biri olmuşdur. Təsəvvür eləyin ki, qul bazarında satılan bir qul olmuşdur. Onun nə atası hökmdar olur, nə bir yaxını, nə bir sərkərdə yanında olur, nə döyüşçü olur da, heç nə. Qul olan bir adam olur. Qədim dövrdə də bir adət var idi ki, kim 39 qul alsa, 40-cı quluna pay verilir.
Bu pay verilən həmin adam da seçir ən zəif qulu pay verir ki, onsuz mən bundan ötürü bundan pul almıram da, bunu havayı verim. O dövrün də pulu Səlcuqlar dövründə axça adlanırdı. Buna mən yerinə yəni pul almıram, ən zəif qulu verim, seçir ən zəif qulu verir ona. Yolla gələndə karvan da ki, o dövrdə dəvə və atlardan ibarət olurdu. Atabəy Şəmsəddin Eldəniz bu arabada, yəni gedən bu faytonda, atın, dəvənin qoşqu olan arabada yatır. Buradan o qədər çəlimsiz olur ki, yolda bir dəfə düşür yerə, təzədən bunu qaldırıb qoyurlar arabaya. Gəlirlər, biraz da karvandan düşür. Gəlirlər, bir də düşür. Axırda da bu qulların başçısı deyir ki, qulları olan adam fikirləşir ki, onsuz da bu arabada qala bilmir də. Bunu mən aparsam nə edəcək güya? Elə qoyurlar ki, qalsın burada. Özündən aparmır. Amma gedib onlar sultanın sarayına çatanda bu qullar da sultana gedirmiş, sultana qulluq eləmək üçün. Sultanın sarayına çatanda görürlər ki, həmin qul hamıdan qabaq sarayın qapılarının ağzında bunları gözləyir. Və belə şücaətləri ilə Eldəniz fərqlənir. O sultanın diqqətini çəkir. Getdikcə artıq sultanın oğlunun Atabəyi olur və Səlcuqlar dövləti dağıldığı bir vaxtda Eldəniz Azərbaycanda Atabəylər dövlətini qurur. Eldəniz haqqında danışdıq. Atabəylər dövlətinin paytaxtı, ilk paytaxtı olmuşdur Naxçıvan şəhəri. Eldəniz nə vaxt dövlət yaratdı? 1136-cı ildə. 46-cı sualda Atabəylər dövlətinin paytaxtını dedim, Naxçıvan. Və Atabəylər dövlətinin sonra bir paytaxtı olur. Bunu internetdə araşdırın, özünüz tapın. Memar Əcəmi hansı memarlıq abidələrini tikib? Bizim ən çox dediyimiz, danışdığımız Eldənizlər dövləti haqqında deyiriksə, Eldənizin həyat yoldaşının şərəfinə Möminə Xatun türbəsini deməliyik. Möminə Xatun. Daha sonra Eldənizin tikdiyi abidələrə Yusif ibn Küseyir, Gülüstan. Bunları da aid edirik. Darülmülk. Eldəniz kimin Atabəyi idi? Eldəniz Səlcuq sultanının oğlu, yəni Toğrulun Atabəyi olmuşdu. Toğrul. Neçənci Toğrul? Dövləti yaradan birinci Toğrul olmuşdu Səlcuq dövlətini. Eldəniz isə 3-cü Toğrulun. Eldəniz hansı dövlətin zəifləməsindən istifadə edərək öz dövlətini yaratmışdı? Biz indi danışırıq. Bir zamanlar güclü bir dövlət olan Səlcuqlar dövlətinin zəifləməsindən. Belə. 1-dən 10-cu dərsə qədər bu sualları öyrəndinizsə, o deməkdir ki, siz 1 və 10-cu dərsləri əzbər bilirsiniz. Düzdür, tək bu suallar yox. Kitabdan yenə təkrarlaya bilərsiniz. Çalışdığım qədər əsas sizin yadda saxlamalı məlumatlarınızı bu suallara yerləşdirmişəm. Son olaraq da onu deyim ki, mən sizə indi 1-dən 10-a qədər dərsləri videosunu paylaşdım. Gələn dəfə 10-dan 20-yə qədər, ondan sonra da 20-dən 30-a qədər. Daha sonra da 30-dan sonraki videoları paylaşacağım ki, sizin üçün təkrar olsun. Yəni ən azı bir 5-10 dəqiqəlik videoya baxmaqla siz bütün 5-ci sinifdə keçənləri təkrar edə bilərsiniz. Dərsimiz bu qədər. Deməli, sağ olun, özünüzə yaxşı baxın. 10 və 20-ci dərslərin izahında görüşənə qədər.